Salam əziz dördüncülər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün 4-cü sinif riyaziyyat 2-ci hissə səhifə 46 və 47-dəki tapşırıqları həll edəcəyik. Tapşırıqlara keçməmişdən öncə kanalıma abunə olmağı və bəyənməyinizi xahiş edirəm. Siz kanala abunə olduqda yeni izahlı tapşırıqlarımızdan yararlana bilərsiniz. Bölmə 9 ölçmə. Uzunluq. Gəlin başlayaq. Siz bu öyrənmə, araşdırma və müzakirə hissəsini özünüz öyrənə bilərsiniz. Biz isə tapşırıqlara keçək. Gəlin bələdçi. Boş xanalara uyğun ədədləri müəyyən edin. Deməli, burada bizə verilmişdir. 1 tam nümunə olaraq bizə verilib 1 tam onda 1 metr bərabərdir 1 metr. Bu 1'in özü götürülür. Daha sonra onda 1 metr. O da bərabərdir 100 santimetrimizə. 1 metrimiz 100 santimetr olduğuna görə burada 100 santimetr yazırıq. Üstəgəl 10 santimetr edir 110 santimetr. Keçdik ikinciyə. 5'də 1 metr bərabərdir 20 santimetrə. Çünki izahını belə etmiş olaraq ki 1 metrimiz 100 santimetr edir. 100'ün də 5'də 1 hissəsini tapdıqda edir 20. Ona görə 5'də 1 metr bərabərdir 20 santimetr. 2 tam 2'də 1 santimetr bərabərdir 25 millimetrə. 12 kilometr bərabərdir neçə metr? 1 kilometrimiz biz bilirik ki 1000 metrdir. 12'ni də 1000'ə vuranda edir 12.000 metr. 5 metr 5 santimetr bərabərdir. 1 metrimiz biz bilirik ki 100 santimetrdir. 100'ü 5'ə vurduqda 500. 500'ün üstünə bu 5'i gəldikdə 505 santimetr. 3 metr 25 santimetr bərabərdir. Edir 3250 millimetr. 1 kilometr 30 santimetr bərabərdir. 1 kilometrimiz 1000 metr. 1000'in üstünə 30 gəldikdə 1030 santimetr. Keçdik müstəqil iş. Misal verim. Uyğun vahidlərlə ifadə edin. Millimetrlə, B variantı santimetrlə, C variantında olanları isə metrlə ifadə etməliyik. Deməli, 23 santimetri millimetrlə ifadə etdikdə edir 230 millimetr. 36 santimetr 8 millimetr bərabərdir 368 millimetrə. 3 tam 5'də 4 santimetr bərabərdir 30'un üstünə 8 gəlirik. 38 millimetr. Daha sonra B variantı. 2 metr 42 santimetr bərabərdir 242 santimetrə. Biz bilirik ki 1 metrimiz 100 santimetrdir. 100'ü 2'yə vurduqda 200. 200'ün üstünə 42 gəldikdə 242 santimetr edir. 12 metrimiz bərabərdir 1200 santimetrə. 2,7 metrimiz bərabərdir 200'ün üstünə 70 gələrik, edər 270 santimetr. C variantı. 5 kilometrimiz 5000 metrdir. 1 kilometrimiz biz bilirik ki 1000 metrdir. 1000'i 5'ə vurduqda 5000 kilometr edir. 12 kilometrimiz bərabərdir 12000 metrə. Daha sonra 2 kilometr 237 metr edir 2237 metr. 1 kilometr 18 metr bərabərdir 1018 metrə. 12 kilometr 20 metr bərabərdir 12020 metrə. 23 kilometr 324 metr bərabərdir 23324 metrə. 2,8'də 3 kilometrimiz bərabərdir 2000'in üstünə 375'i gəlirik, edir 2375 metr. Həlləri isə bu şəkildə həll olunmuş olur. Bu isə misal 1'in axırıncı misalı bu şəkildə. Misal 2. Müqayisə edin. 2 kilometr böyükdür, yoxsa 2103 metr? Deməli, böyükdür. 2 kilometrimiz 2000 metr edir. 2103 metr daha böyükdür. 14 kilometr 30 metr yoxsa 1430 metr? Böyükdür 14 kilometr 30 metr.
Daha sonra 2 kilometr 400 metr yoxsa 2,5-də 2 kilometr. Deməli, bunların hər ikisi bərabərdir. 1 metr 8 santimetr yoxsa 108 millimetr. 1 metr 8 santimetr böyükdür. Bu şəkildə həlli isə bu formada olmuş olur. Misal 3. Boş kanallara uyğun ədədləri müəyyən edin. 70 millimetrimiz bərabərdir 7 santimetrə. 15 millimetrimiz bərabərdir 1 santimetr 5 millimetr. 400 santimetrimiz bərabərdir 4 metrə. 32 santimetrimiz bərabərdir 3 desimetr 2 santimetrə. 3000 metr bərabərdir 3 kilometrə. 7000 santimetrimiz bərabərdir 70 metrə. 200 santimetr bərabərdir 2000 millimetrə. 128 santimetr bərabərdir 1 metr 28 santimetrə. 1200 metr bərabərdir 1 kilometr 20 metrə. Misal 3-ümüz isə bu şəkildə həll olunur. Keçdik misal 4-ə. Boş xanalara uyğun ədədləri müəyyən edin. 5 millimetr bərabərdir 0,5 santimetr. 12 millimetrimiz bərabərdir 1,2 santimetr. 25 millimetrimiz bərabərdir 2,5 santimetr. 52 millimetrimiz bərabərdir 5,2 santimetr. 102 millimetrimiz bərabərdir 102 millimetrimiz bərabərdir 10,2 santimetr. Bu şəkildə. Misal 5. Bərabər uzunluqları müəyyən edin. Deməli, burada bərabər uzunluqlar 3000 metrdən 3 kilometrdir. Çünki 3 kilometrimiz biz bilirik ki 3000 metrdir. 7 santimetrimiz bərabərdir %7-yə. Bu %7-yə. %7-yə. Buna. 162 santimetrimiz bərabərdir 1 metr 62 santimetrə. 5,4 kilometrimiz bərabərdir 800 metrə. Bu bərabər uzunluqları qeyd etmiş olarıq. Məsələ 6. Zolaqların uzunluqları cəmi neçə santimetrdir? Cavabı millimetrlə ifadə edin. Deməli, yaşıl 45 çıxılsın 10 bərabərdir 35 millimetr. Mavi 35 çıxılsın 5 bərabərdir 30 millimetr. Bənövşəyi isə 50 çıxılsın 10 bərabərdir 40 millimetr. Məsələ 7. Bakıdan Qubaya qədər məsafə 167 kilometr 900 metrdir. Bakıdan Qusara getmək üçün Qubadan sonra 13,4 kilometr əlavə yol getmək lazımdır. Bakıdan Qusara nə qədər məsafə neçə metrdir? Deməli, 13,4 kilometr bərabərdir 13.000 üstə gəl 250. O da edir 13.250 metr. 167.900-ün üstünə gəlirik 13.250-ni edir 30.150 metr. Məsələ 7 isə bu şəkildə həll olunur. Deməli, Bakıdan Qusara qədər məsafə 30.150 metrdir. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.